Mənzil təminatı sahəsində mühüm mexanizmlərdən biri kirayə mənzil modeli ətrafında danışacağıq. Son illərdə ipoteka kreditləşməsi ilə yanaşı bu mexanizmin də tətbiqi minlərlə vətəndaşın mənzilə çıxış imkanlarını genişləndirib. Mexanizmin üstünlükləri, şərtləri və real nəticələri ilə bağlı suallarımız ətrafında müzakirə olacaq indi və studiyamızda qonağımız Aslan Zeynəbovdur. İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini. Aslan müəllim, salam, xoş gəlmişsiniz. Xoş gördük. Ümumiyyətlə, bu sahə kifayət qədər həm maraqlı sahədir, həm əhali tərəfindən də izlənilən bir sahədir və ilk sualım bundan ibarət ki, əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ipoteka kreditləşməsi ilə yanaşı son dövrlərdə kirayə mənzil mexanizmi də tətbiq olunur bu arada və istərdik ki, əvvəlcə kirayə mənzil mexanizminin ümumiyyətlə üstün cəhətləri barədə məlumat verəsiniz ki, bu mexanizm necədir, necə tətbiq olunur və nəticələri necədir? Çox sağ olun suala görə. Sizin də qeyd etdiyiniz kimi, ölkəmizdə artıq uzun illərdir ki, vətəndaşların mənzil vəziyyətinin yaxşılaşdırılması, mənzil tələbatlarının ödənməsi istiqamətində mühüm layihələr icra olunur, mənzil təminatı ilə bağlı və bilirsiniz ki, artıq İpoteka Kredit Zəmanət Fondu da bu layihələrin icrasında çox yaxından iştirak edir və iki mühüm layihənin icrası İpoteka Kredit Zəmanət Fonduna həvalə olunubdur. Bunlardan biri ilk öncəsi ipoteka kreditləşməsidir və 2006-cı ildən bu günə kimi həmin mexanizm üzrə mexanizmin fəaliyyəti tam belə deyək, üstün şəkildə icra olunmaqdadır və eyni zamanda bilirsiniz ki, artıq 2019-cu ildə 25 yanvar tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fərmanı ilə ölkəmizdə yaşayış sahəsinin satma öhdəliklə kirayə mexanizminin əsası qoyulmuşdu. Və bu mexanizmin də fəaliyyəti İpoteka Kredit Zəmanət Fonduna həvalə olunmuşdu. Və təbii ki, burada bu mexanizmin yaradılmasının bir çox əsas səbəbləri var. Və tətbiq olunan bilirsiniz ki, bu layihələr, bir çox layihələrin hər birinin özünə xas qaydaları, prosedurları var. Bəzilərində müəyyən qiymətləndirmə tələbi var vətəndaşların gəlirlərinə, xərclərinə münasibətdə. Eyni zamanda ilkin ödəniş tələbinin olması, bu kimi hallar təbii ki, vətəndaşların öz mənzil vəziyyətinin yaxşılaşması çətinlik yaradırdı və həmin vətəndaşlar həmin layihələrdən istifadə edə bilmirdilər. Və kirayə mənzil mexanizminin yaradılması sırf məqsəd şəxsi yığımları yetərli olmayan, gəlirlik baxımından nisbətən qiymətləndirmə tələbi, underwriting tələbi daha yumşaq olan bir layihə olaraq həmin vətəndaşların mənzil təminatının yaxşılaşdırmasına köməklik göstərmiş oldu. Və biz bunu 2020-ci ilin mart ayından mexanizm fəaliyyətinə start verilibdir, yəni kirayə mənzillərinin verilməsinə start verilibdir və həmin tarixdən bu günə kimi həm vətəndaşların müraciətlərinin sayında, həm bağlanmış kirayə müqavilənin sayında da bunu açıq-aşkar şəkildə görmək mümkündür. Yəni, mexanizma maraq çox böyükdür. Təbii ki, sizin də qeyd etdiyiniz kimi, mexanizmin özünün üstünlükləri var. Yəni, mexanizma marağın yaranmasında da başqa səbəblər bunlardır. Biraz öncə qeyd etdiyim kimi, burada ilkin ödəniş tələbinin olmamasıdır. Yəni, şəxsi yığımları yetərli olmayan vətəndaşlar, hansı ki, gəlirləri var, amma yığım edə bilmirlər. Yəni, ilkin ödəniş düzəldə bilmirlər. Belə olan halda kirayə mənzil mexanizmi həmin vətəndaşlara imkan yaradır ki, müqavilə bağlanan zaman qabaqcadan 12 aylıq ödəniş etməklə, misal üçün sizinlə 25 illik müqavilə imzalanır, maksimal müddət 25 ildir kirayə müqaviləsi, onun bir ilini, 12 ayını qabaqcadan ödəməklə aylıq ödənişləri. Siz kirayə müqaviləsi bağlamış olursunuz. Yəni, bu sizə imkan yaradır ki, həmin müqavilə əsasında siz mənzil vəziyyətinizi yaxşılaşdıra biləsiniz. Eyni zamanda burada underwriting tələbi də çox yumşaqdır. Yəni, vətəndaşların gəlirlərinə və xərclərin qiymətləndirilməsi zamanı daha yumşaq qiymətləndirmə icra olunur və bu da təbii ki, mexanizmə çıxış imkanlarını genişləndirmiş olur. Və burada əlavə üstünlüklər də ondan ibarətdir ki, kirayə mexanizmində ümumiyyətlə proseslər tam avtomatlaşdırılmış şəkildə icra olunur və bu da mexanizm üzrə kirayə müqavilələrinin, kirayə üçün müraciət, müqavilənin imzalanması, rəsmiləşməsi proseslərində daha sürətli şəkildə icra etməyimizə imkan yaratmış olur. Yəni, hətta təcrübədə bütün proseslər 3 iş gün ərzində icra olunur. Yəni, ən qısa vaxtda vətəndaş müraciət etdi, bütün müraciətlər də, indi birazdan bununla bağlı daha ətraflı məlumat verəcək, yəni tam elektron sistem tərəfindən icra olunur və bu da vətəndaşlara imkan verir ki, müraciət anından yaşayırsan seçim anına kimi bütün proseslər elektron şəkildə daha sürətli apara bilsinlər. Və təbii ki, bu da rəsmiləşmə prosesinə qısa müddət ərzində icrasına köməklik edir. Əlavə olaraq kirayə mənzil mexanizmində vətəndaşlar bir sıra imkanlardan da faydalana bilirlər. Yəni, bugün kirayəçilərimiz öz mənzillərinə qeydiyyata düşə bilirlər. Öz ailə üzvlərinə hətta müraciət edərək qeydiyyata sala bilirlər. Bununla bağlı da vətəndaşlarımız üçün elektron xidmət yaradılıbdır. Yəni, öz elektron kabinetlərinə daxil olaraq
qeydiyyat müraciətlərini edirlər, özlərini və ailə üzvlərinə bağlı müraciətləri göndərə bilirlər, qeydiyyata düşə bilirlər. Həmçinin təmir imkanlarından faydalana bilirlər. Yəni bu günlərim siz mənzilinizdə sizin mənziliniz sayılır artıq kirayə mənzil, çünki siz aylıq ödənişləri icra etdikdən sonra müddətin sonunda, yəni aylıq ödənişlər icra olunandan sonra siz mənzilin mülkiyyətçisinə çevrilmiş olursunuz, mənzil sahibinə çevrilmiş olursunuz və bu da təbii ki, ona imkan verir ki, siz öz mənzilinizdə yaxşılaşdırma işləri apara bilərsiniz. Təmirlə bağlı yaxşılaşdırma işləri və bu təmir imkanlarından faydalanan şəxs olaraq da, yəni bir növ vətəndaş heç bir itkiyə getmir. Bilirsiniz ki, adi kirayədə qalan vətəndaş hər hansı bir təmir icra işləri aparsa, bundan faydalanan şəxs... Yəni ödənişlər gedə-gedə də belə, ilk aylarda belə, yəni həmin vətəndaş əgər o evdə yaşayırsa, ora həm qeydiyyatı həyata keçirilə bilər, ailə üzvlərinin və özünün, həm də təmir prosesindən istifadə edə bilər. Tamamilə düzgündür. Bəli. Əlavə olaraq da bilirsiniz ki, bu günlərim daşınmaz əmlak bazarında da müəyyən dövrlərdə qiymət artımları baş verir. Yəni bu gün vətəndaşlar, kirayə müqaviləsi bağlayan vətəndaşlarımız, kirayəçilər, onların aylıq ödənişləri müqavilə müddətinin sonuna kimi heç bir halda dəyişmir. Müqayisə eləsək adi kirayə ilə bugün kirayə qiymətləri də daşınmaz əmlak bazarında qiymət artımının təsirinə məruz qalır və qiymətlərdə də müəyyən dövrlərdə artımlar baş verir. Kirayə üzrə aylıq ödənişlər isə müddətin sonuna kimi dəyişməz olaraq qalır. Və bir növ bu vətəndaşlar üçün investisiya xarakteri daşıyır. Yəni mənzillərinin qiyməti qalxır, amma aylıq ödənişlər dəyişmir. Yəni bu müsbət haldır vətəndaşlar üçün. Yəni bu kimi konkret olaraq kimlər faydalana bilər bu prosesdən, bu mexanizmdən və ümumiyyətlə məhdudiyyətlər varmı? Ümumiyyətlə hər bir mexanizmin özünə xas xüsusiyyətləri olduğu kimi, yəni müraciət tələblərinə müəyyən tələblər də var müraciətlərə dair. Təbii ki, burada qaydalarda da bu öz əksini tapıbdır. Yəni qısaca olaraq mexanizm barəsində bir məlumat vermək istəyirəm. Müraciət qaydası hansı formadadır? Bu günlərim elektron imza sertifikatı əldə edən vətəndaşlarımız, bu asan imza ola bilər, Sima token sertifikatı ola bilər. Bunu əldə edən vətəndaşlar öz elektron kabinetlərini yarada bilirlər. Bunu da eGov portalı üzərindən elektron ipotek kredit zəmanət sisteminə daxil olmaqla öz elektron kabinetlərini yaradırlar. Və müraciət etdikdən sonra öz elektron kabinetini yaradır, öz müraciətini formalaşdırır və müraciətini göndərən zaman elektron sistem tərəfindən növbəllik əsasında vətəndaşlara görüş günü təyin edir. Görüş günü təyin olunmamışdan əvvəl sistem tərəfindən onların ilkin qiymətləndirilməsi aparılır. Hansı ki, sizin qeyd etdiyiniz mexanizm kimlər müraciət edib və kimlər istifadə edə bilərlər. Burada əsas tələblər, bu mexanizmdən yalnız Azərbaycan Respublikasının vətəndaşları istifadə edə bilirlər. Yəni kirayə mənzil yalnız vətəndaşlar götürə bilir. Eyni zamanda müraciət anına ərizəçinin yaşı 60 olmamalıdır. Yəni 60 yaşı tamam olan ərizəçilər elektron sistem tərəfindən müraciətlərinə imtina olunur. Eyni zamanda vaxtı keçmiş aktiv kredit öhdəlikləri olmamalıdır müraciət anına. Misal üçün, sizin hər hansı bir bankda hansısa bir aylıq ödənişdə gecikməniz var. Bir aydan çoxdur geciktirirsiniz. Elektron sistem tərəfindən bu müəyyən olunduqda sizin müraciətinizə imtina edir. Yəni bu həmin an üçün gecikməməlidir, yoxsa əvvəl gecikmələr olubsa bu belə hesablanır? Həmin an üçün əgər hər hansı bir aktiv kredit üzrə, aktiv kreditdən söhbət gedir, bağlı kreditdən söhbət getmir. Aktiv kredit üzrə 30 gündən çox gecikmə varsa aylıq ödənişdə sistem həmin an üçün sizin müraciətinizə imtina edir və siz həmin krediti icra elədikdən sonra sizin kredit tarixçənizin məlumatları yeniləndikdən sonra, bu da təbii ki, sistem tərəfindən avtomatik icra olunur. Yeniləndikdən sonra siz dərhal müraciət edə bilərsiniz. Yəni elektron sistem sizi qəbul eləmiş olacaq və eyni zamanda müraciət anına rəsmi gəlirlərə malik olmalıdır vətəndaşlar. Yəni rəsmi gəlirlərlə bağlı birazdan geniş məlumat verərik və fondla aktiv kirayə müqaviləsi olmamalıdır. Yəni 2-dən artıq bugünkü qaydalara əsasən 2-dən artıq müqaviləsi olmayan şəxslər müraciət edə bilərlər. Yəni bu tələblərə cavab verən vətəndaşları sistem necə deyirlər, qiymətləndirmədən keçirdir. Elektron sistem tərəfindən biraz öncə qeyd etdiyim kimi növbəllik əsasında görüş günü təyin olunur və görüşlər də bilirsiniz ki, bugün biz Asan Xidmət Mərkəzlərinə əməkdaşlıq edirik. Bizim həm 2 saylı kommunal xidmət mərkəzində, eyni zamanda Sumqayıt Asan Xidmət Mərkəzində əməkdaşlarımız həm vətəndaşların qəbulu, məlumatlandırması proseslərini, yəni görüş günündə iştirak edən vətəndaşların qəbulu, sənədlərin qəbulu və məlumatlandırması proseslərini icra edirlər və görüş günü artıq sənədlərini təsdiq edən vətəndaşlar, görüşdə iştirak edən vətəndaşlara 5 iş günü ərzində qərar verilir. Bu da təbii ki, əgər fond elan veribsə hər hansı bir mənzildən bağlı ki, misal üçün 2 gün sonra onların görüşündə iştirak edən 2 gün sonra hər hansı bir mənzil çıxacaq, elan var, onların qiymətləndirməsi 1 iş gün ərzində
icra olunur. Yəni 5 iş günü yox, ən qısa vaxtda qərarları göndərilir ki, onlar da həmin seçimlərdə iştirak edə bilsinlər. Yəni bu imkanlardan faydalana bilirlər. 5 iş günü ərzində qərarlarını alan vətəndaşlar, yəni fondun razılıq və imtina qərarını alan vətəndaşlar artıq razılıq qərarı almışlar, yaşayış seçimin hüququnu əldə etmiş olurlar və 7 iş günü ərzində də seçim imkanlarından faydalana bilirlər. Seçim etdikdən sonra da artıq 7 iş günü ərzində əlavə 7 iş günü ərzində rəsmiləşmə prosesləri və təftiş prosesləri icra olunur. Bütün bu dediklərimin hamısını biraz öncə də qeyd etdim, 3 iş günü ərzində, yəni təcrübədə icra olunur. Aslan bəy, bəs harada işləməlidir və yaxud da gəliri nə qədər olmalıdır? Bu haqda da məlumat verərdiniz. Ümumiyyətlə, kirayə mexanizmində çıxışın əvvəlində də qeyd etdiyim kimi, underwriting tələbinin yumşaq olması, yəni burada qiymətləndirmə tələbi, gəlirlərə münasibətdə, xərclərə münasibətdə yumşaq olması vətəndaşların mexanizmdən istifadə imkanlarını genişləndirmiş oldu. Bu da təbii ki, burada iş yeri dedikdə tək muzlu iş fəaliyyətindən gələn gəlirlər yox, misal üçün dövlət və özəl sektorda işləyənlər şamildən başqa, eyni zamanda sahibkarlıq fəaliyyətinə məşğul olanlar da iştirak edə bilirlər. Bunun üçün yalnız onların fəaliyyəti 12 aylıq dövrə əhatə eləməlidir. Yəni 12 aylıq sahibkarlıq fəaliyyətinə məşğul olanlar öz dövriyyələrini göstərməklə kirayə mənzili əldə etmiş olurlar. Eyni zamanda qeyri-sahibkarlıq fəaliyyətinə məşğul olanlar da var. Burada misal olaraq hər hansı bir bankda əmanəti var və o ilə bağlı faiz gəliri əldə edir və həmin faiz gəlirlərin rəsmi sənədlə təsdiq olunmuş sənədləri təqdim etsə, gəlir hesablanır, yəni mexanizmlə faydalana bilir. Eyni zamanda hər hansı bir, necə deyərlər, daşınar, daşınmaz əmlakı var, icarəyə veribdir, icarədən gəliri var. Bu zaman da təbii ki, icarə müqaviləsi əsasında təsdiqedici sənədləri varsa, gəlirləri rəsmi şəkildə təsdiq olunursa, onların belə gəlirləri hesablanır. Və əlavə olaraq da bilirsiniz, burada cari transfertlərdən də gələn gəlirlər hesablanır. Yəni burada pensiya ala bilər, təqaüd alan vətəndaşlarımız var, sosial müavinat, hətta aliment alan vətəndaşlarımız belə müraciət edərək mexanizmdən faydalana bilirlər. Və əlavə olaraq biz artıq bir neçə müddətdir ki, 3 il, 4 ilə yaxın bir müddətdir ki, sabit vergi ödəyiciləri olan şəxslər üçün də imkan yaratmışıq ki, kirayə mənzildən faydalana bilsinlər. Yəni bugün sabit vergi ödəyiciləri bilirsiniz ki, öz dövriyyələrini tam göstərə bilmirlər. Gəlirlərini tam göstərə bilmirlər. Onlar sabit məbləğdə vergi ödəyirlər və fond həmin vətəndaşların da mənzil vəziyyətinin yaxşılaşdırılması üçün qiymətləndirmə prosesini yumşalma elədi və artıq onların fəaliyyət müddətinə uyğun, misal üçün 6 aydan 12 ay kimi fəaliyyət müddəti olan bir sabit vergi ödəyicisidir. Bu misal olaraq bərbər, dülgər, misal üçün dərzi fəaliyyətinə məşğul olanları misal çəkmək olar. Fəaliyyətlə məşğuldur 6 aydan 12 ay kimi. Müraciət elədikdə fond ölkə üzrə müəyyən olunmuş bugünkü orta aylıq, minimal aylıq əmək haqqı 400 manat təşkil edir və həmin məbləğə uyğun ona 2 məsləhətində gəlir müəyyən edir. Yəni 800 manat gəlir müəyyən edir. Bu 12 aydan 36 ay fəaliyyət üçün 4 misli, 36 aydan yuxarılar üçünsə, yəni fəaliyyəti 36 aydan yuxarı olanlar üçünsə 6 misli hədd müəyyən olunur. Bunlar da təbii ki, həmin sabit vergi ödəyicilərinin təqdim etdiyi rəsmi sənədlərdən, yəni vergi qurumundan, müvafiq vergi orqanından təqdim olunan sənədlər təhlil olunur, onun əsasında qərar qəbul olunur. Və daha çox belə bir suallar gəlir ki, mən ipoteka ilə mənzil almaq üçün təxminən nə qədər maaş almalıyam? Bu təxminən maaş anladığım qədərilə şəxsdən şəxsə dəyişir. Ümumiyyətlə kirayə mənzil mexanizmində gəlirlərlə bağlı minimal bir məbləğ yoxdur. Yəni bu günləri bilirsiniz ki, bizim mənzillərimiz müxtəlif qiymətli aylıq ödənişli mənzillərimiz olubdu. Hətta ən minimal ödəniş 296, 268 manatdan başlayıbdı. Yəni Abşeron, Sumqayıt ərazisində və təbii ki, burada biz vətəndaşlar üçün əlavə ödəniş imkanından da faydalanmaq yaratmışıq. Misal ola bilər ki, hər hansı bir vətəndaşın gəlirləri təhlildən sonra təbii ki, burada müəyyən təhlil aparılır. Bugün biz vətəndaşlara təhlili onların gəlirləri və kredit tarixçəsinə görə təhlil aparırıq. Burada kredit tarixçəsi də 3 kateqoriya üzrə müəyyən olunur. Müsbət tarixçəsi olan, qənaətbəxş, hətta mənfi tarixçəsi olan belə vətəndaşlarımız iştirak edə bilirlər. Biraz öncə siz qeyd elədiniz ki, əvvəlki tarixlərdə gecikməsi olanlar. Hətta onlara belə imkan yaratmışıq ki, hansısa bir müddətdə ödəmə qabiliyyətlərini pozulubdur, amma onlar belə kirayə mənzildən faydalana bilirlər. Və həmin gəlirlərə dair də elə bir tələb yoxdur. Misal üçün, gəlirləri və xərcləri əsasında hər hansı bir vətəndaşa 300 manat təyin olundu, misal olaraq deyirəm. Və həmin 300 manat əsasında əgər sistemdə onun gəlirlərinə uyğun mənzil yoxdursa, o əlavə ödəniş tələbindən, necə deyirlər, imkanından istifadə etməklə daha yüksək ödənişli mənzilləri ola bilər ki, onun rəsmi gəlirləri 300 manatdır. Amma əlavə gəlirləri də var, ailə üzvlərinin, qohumlar, hansı ki, iştirak edə bilmirlər. Ki, yəni müəyyən bir yaşla əlaqədar ola bilər, pensiya alırlar, amma iştirak edə bilmirlər. Çünki 60-dan yuxarılar iştirak edə bilmir. Həmin şəxslərin gəlirləri varsa əgər, 300 manat təyin olmuş vətəndaşımız
əlavə ödəniş bölməsindən seçim etməklə daha yüksək ödənişli mənzilləri qabaqcadan sadəcə əlavə ödənişlər eləyir, müqavilə bağlaya bilir. Və bu hallara da biz kirayə necə deyirlər, bu 5 illik dövr ərzində, 6 illik dövr ərzində rast gəlmişik. Yəni bu yolla da öz kirayə mənzil mexanizmindən istifadə edərək öz mənzil vəziyyətini yaxşılaşdıran vətəndaşlarımız var. Bəs belə yəqin ki, hallar da baş verir, qarşılaşmısınız yəqin ki, bu hallarla da. Mənzili götürüblər, müəyyən bir müddət ödənişləri həyata keçirilir, amma daha sonra isə problemləri yaranıb və ödəyə bilmirlər. Orada hansısa bir mexanizm tətbiq olunurmu və yaxud da güzəştlər və yaxud da kömək, necə adlandırmaq lazımdır? Fond olaraq biz daimi olaraq vətəndaşlarımızın, kirayəçilərimizin yanındayıq və onların necə deyirlər, mənzil vəziyyəti ilə bərabər onların ödəmə qabiliyyətinin də korlanma halları baş verərsə, yəni bu da təbii ki, müəyyən hallar yarana bilər. Bunun da bir əsaslandırıcı səbəbləri olmalıdır. Misal üçün, hər hansı bir vətəndaşımız ola bilər ki, kirayəçimiz ola bilər ki, müəyyən bir müddətli iş yerini itirməsi ilə bağlı ödəmə qabiliyyətini itirmiş olsun. Ya gəlirlərində azalma olsun, ya hər hansı bir Allah uzaq eləsin, xəstəliklə bağlı hansısa bir vəziyyət yaranmış ola bilər, ya müəyyən bir digər xərclər yaranmış ola bilər, təhsil xərci ola bilər və yaxud da indi orada müəyyən meyarlar var. Əgər belə hallar olarsa və gəlirlərdə azalma olarsa və bu da təsdiqedici sənədlərlə təbii ki, təsdiq olunarsa, bunlar çünki hamısı fonda müraciətdən sonra razılıq əsasında, yəni yoxlanılır, tam təhlil olunur, onun əsasında razılıq verilir və bunun əsasında həmin şəxslərin kirayə müqaviləsi ilə öhdəlikləri restruksiyasiya olunur. Yəni maliyyə öhdəliklərinin restruksiyasiya imkanından faydalana bilirlər. Bu da müəyyən bir müddətə imkan verir ki, məsələn bu maksimal 12 ay müddətinə olur. Yəni 12 ay müddətində məsələn hər hansı bir kirayəçimizə güzəşt tətbiq olunur, aylıq ödənişlər müəyyən azalmalar olur və bu da onlara imkan verir ki, əgər ödəmə niyyətləri də varsa və bu da daimi xarakter daşımırsa, müvəqqəti xarakter daşırsa, fond onlara dəstək olur, kömək olur və onlar da həmin müddət ərzində daha aşağı məbləğ ödəməklə, məsəl üçün 500 manatlıq bir kirayə ödənişi var, məsəl 250 manat ödəyə bilər, 200 manat təbii ki, təhlil olunur. Təhlilin nəticəsində onlara yeni aylıq müəyyən olunur, müəyyən bir müddətli. Həmin müddət ərzində ödəyir, daha sonra müddətin sonunda yenidən öz aylıq ödənişlərini ödəməyə davam edir. Suallardan biri də bundan ibarətdir ki, alınan mənzillər kirayə verilə bilərmi? Və yaxud da alınan mənzillər başqasına satıla bilərmi? Bu proses necə olmalıdır əslində? Yəni fond tərəfindən nə nəzərdə tutulub və qarşılaşdığınız hallarda nə edirsiniz? Ümumiyyətlə, kirayə müqaviləsi üzrə əgər kirayə müqaviləsi bağlanıbsa vətəndaşla, həmin mənzili bir başqasına kirayə vermək mümkün olmaz. Yəni burada o halda ola bilər ki, müqavilədə də öz əksini tapır, müvəqqəti yaşayış üçün bir başqa şəxsin istifadəsinə vermək olar. Yəni siz misal üçün iş yeriniz Sumqayıtda idi və Sumqayıtda kirayə mənzil götürmüsünüz və sizi müəyyən bir dövrlük Bakı şəhərinə ezam ediblər və yaxud da ki, Bakı şəhərinə iş yeriniz dəyişibdir və siz Sumqayıtda gəlib getmək çətin olur sizin üçün, Bakıda qalırsınız. Belə olan halda sizin Sumqayıtdakı mənzili əgər istəyirsinizsə, bunu təsdiqedici sənədlərlə fonda müraciət edərək müvəqqəti olaraq başqa şəxsin istifadəsinə verə bilərsiniz. Təbii ki, burada fondun razılığı lazımdır ilk növbədə. Bununla bağlı konkret bir müddət yoxdur. Təbii ki, bu da təhlil olunur, yəni müraciət təhlil olunduqdan sonra qərar verilir və bu qərar əsasında müvəqqəti olaraq yaşayış üçün necə deyək, başqa şəxsin istifadəsinə verə bilərsiniz. Çünki burada mənzilin vəziyyətinin korlanması halları, digər hallar nəzərə alınır, ona görə qərar verilə bilər. Və eyni zamanda müqavilə bağlandıqdan sonra bir il ərzində siz öz hüquq və vəzifələrinizi başqa şəxsə ötürə bilmərsiniz. Yəni yalnız bir ildən sonra, bunda da təbii ki, yenə də fondun razılığı önəmlidir, yəni mütləqdir. Yəni siz bir ildən sonra müraciət edədiniz fonda, yeni namizəd, hansı ki sizin mənzili kirayə yolundan əldə etmək istəyən namizəd təhlil olunur. Onun da müraciəti sizin ilkin təhliliniz kimi eyni qaydada qiymətləndirilir. Maksimal aylıq ödəniş həddi, müddəti müəyyən olunur. Ödəmə qabiliyyəti varsa, fond həmin necə deyirlər, mənzilin ötürülməsinə icazə verə bilər. Bəs ümumiyyətlə ödənişlər məbləğin, həmin o məbləğ ki aylara bölünmüşdür, amma ödəniş tam olunarsansa bir güzəşt olurmu vətəndaşa? Təbii ki, burada güzəştlər də düşünülübdür. Yəni bu müqavilənin özündə də öz əksini tapıbdır. Və bu günlərim kirayəçilərimiz 3 ödəniş imkanından, yəni güzəşt imkanından faydalana bilərlər və bu ilə bağlı da hər bir kirayəçimiz kirayə müqaviləsi bağlanandan sonra öz elektron kabinetlərində güzəştin hesablanması kalkülyatından istifadə edərək bundan tanış ola bilərlər. Buradakı imkanlar da nədir? Bu günlərim sizin müqaviləniz var, kirayə müqaviləniz. Siz istəyirsiniz ki, güzəşt əldə edəsiniz, aylıq ödənişləri saxlamaqla müddəti qısaltmaq istəyirsiniz, kirayə müddətini qısaltmaq istəyirsiniz, artıq ödəyirsiniz və aylıq ödənişi saxlamaq, müddəti qısaltmaq istəyirsiniz. Bu ilə bağlı bir güzəşt tətbiq olunur
və yaxud da digər bir imkandan aylıq ödənişi azaltmaq istəyirsiniz. Amma müddəti saxlamaq istəyirsiniz, dəyişmək istəmirsiniz müddəti. Bunun üçün bir başqa ödənişlər, güzəştlər tətbiq olunur və eyni zamanda tam ödəniş imkanından da istifadə edə bilirsiniz və hətta biz qaydaları bilirsiniz ki, yumşalma eləmişik bir neçə müddət əvvəl. Əvvəllər kirayə müqaviləsi bağlananda 3 il ərzində siz tam ödəniş edə bilməzdiniz. Amma biz o imkanı da necə deyək vətəndaşlara yaratdıq ki, müqavilə bağlandıqdan sonra hətta bir ay sonra da gəlib tam məbləğdə ödənişi ödəyə bilər. Və bunun üçün də təbii ki, güzəştlər hesablanır, güzəşt təyin olunmuşdur və bunların hamısını biraz öncə qeyd etdiyim kimi öz elektron kabinetlərində hesablaya bilərlər. Aslan bəy, çox sağ olun, təşəkkür edirəm. Bu elə bir istiqamətdir ki, saatlarla danışmaq olar bu haqda və sizin də artıq çıxışınızdan, nitqinizdən mən belə anladım ki, bütün hissələr nəzərə alınıb, bütün istiqamətlər nəzərdən keçirilib, araşdırılıb və vətəndaş üçün daha uyğunu, daha rahatı nədirsə, məhz o qərar qəbul olunub. Təşəkkür edirəm bir daha studiyamıza gəldi, suallarımızı cavablandırdınız və vurğulayım ki, studiyada qonağım İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov idi. Biz onunla birlikdə tətbiq olunan güzəştlərdən, ümumiyyətlə bu sahədə görülən işlərdən və vətəndaş üçün daha rahat nədir, bax onları müzakirə etdik. Biz ayrılan vaxt başa çatdı. Sabah görüşərik. Hələlik.